Sözüm buradan o müştərilərədir ki, qiymət deyəndə deyir ki, gözünlə bərabər deyir ki, o nə bax, hələ bir minnət də qoyur çıxır gedir. Bu iş, o birisi işdən fərqli ondadır ki, bax göstərəm. İndi burada tüstünü görürsünüz. Bax bu tüstünü, hələ mən də burada işləyəndə ikimiz də işləyirik. Bu tüstü qalxıb bura olur tüstü. Hələ Lagondanın turuşkasını, aplikasını demirəm də. Plus Lagonda ilə kəsəndə bura hər yer parlaq-parlaq olur. Yəni stekla var. O da gedir ciyərimizə. İndi deyəsiz ki, havalandırma qoy, o birisini qoy, bu birisini qoy. Bunlar hamısı fulldur. Mən də biləm, bura çox şey qoymaq olar. Amma mən olan hamısını qoyandan sonra bu qapının qiyməti daha da bahalaşacaq. Çünki o bütün avadanlığın pulunu bu qapının üstünə mən cibimdən qoyarsa deyirəm ki, işlədiyim məhsuldan qoymalıyım. Hələ mən onları qoymuram. Bu qapı biraz ucuz olsun deyə o qiyməti deyirəm. Onunla belə narazılıq bildirirlər, minnət edirlər. Minnət, yəni narazılıq bilir. Desə ki, bahadır qardaş, gedirəm. Sonra deyir, nə var ki, bir çərçivə yığırsan, bir nə bilim nə edirsən. Yəni elə çərçivə, əgər elə özün bilirsənsə, mənim yanıma niyə gəlirsən? İndi yəqin ki, çox ustalar bundan qarşılaşıb. Müştəri gəlir ki, burada nə var yığmağa? İndi yığan usta bilir bunun əziyyəti nə qədərdir. Bunun bəzəyi demək olar ki, başlı bir günə yaxın vaxt aparır. O birisi qapının arasında 500-600 manat fərq edir sadə qapı ilə bu qapının arasında. Deyir ki, bu qədər fərq nədir ki, bir dənə fonçada biraz batır. Elə bunun biraz batmağı, bu 3-4 dəfə bu list kəsilir. Bütöv listdən bir buradan kəsilir. Bu vurulur. Sonra bu list vurulur, təzədən bir də buradan kəsilir. Bu vurulur. Bir də o listdən kəsilir. İçinə bu listi vurulur. Yəni bir listi gör neçə dəfə kəsirsən sən. Nə bilim, yəni müştərilər bu ustaya yaxınlaşanda yəni qiymət əgər qane eləmirsə, heç olmasa minnət eləməyin. Yəni mən gəlib başqa yerdə yığdıraram falan. Yəni razı deyilsiniz, sadəcə deyin ki, razı deyilik, çıxım gedim. Həm adam nasteniyasını körlürlər. Gəlirsən işə, bir rahat həvəslə işləmək istəyirsən, belə müştərilər gəlir, sexə girir, minnət qoyur, çıxır gedir. Heç nə, bunu deyəcəkdim, çatdıracaqdım ki, o çox ustaların biraz dərdidir. Yəni tək mənim deyil. Bilirəm ki, çoxsu bununla qarşılaşır. Vəssalamu aleykum.